yay Rusiyanın əldə etdiyi o ərazilər ki var, hansılarda ki güya hələlik nəzarəti həyata keçirirlər, o cəbhə dağılmaq üzrədir. Yəni bu logistik imkanlar var. Ha, indi mən dedim o Çonqarski körpü hansı ki deməli Krıma gedirdi, oradan texnika gətirirdilər, orada qoşunları gətirirdilər, silah sursat gətirirdilər o yarımadaya. Faktiki olaraq orada Dnepr birləşməsi çox çətin bir vəziyyətə düşüb. Hal-hazırda, yəni bir həftə bundan qabaq, 10 gün bundan qabaq ümumiyyətlə yəni katastrofik bir vəziyyət idi. Amma indi isə daha çox, yəni hər şeyi atıb qaçacaqlar Kamran bəy. Baxın, Budanovun planı hələ aylar öncə, Budanov indi Ukrayna Müdafiə Nazirliyində vəzifədə deyil. Budanov bu günləri prezident administrasiyasının rəhbəridir Yermakın yerinə. Yəni baxın, yeni gələn kadrlarda aylar öncə planlaşdırılan işi uğurla həyata keçirirlər. İndi belə baxanda məsəl üçün zəncir qırılmalıydı da. Budanov gedib yeni işə, təzə gələn işi qurmalı idi. Amma baxın, Rusiyanın şəhərləri də deməli zərbələrə məruz qalır. Yeni raketlər də buraxılır, körpülər də vurulur, hərbi hissələr dağıdılır. Rusiyanın rəhbərliyi qorxusundan yerində otura bilmir. Çünki daim yerini dəyişməklə məşğuldur ki, o raket və yaxud da ki, dron onların başına gəlib düşməsin. Siz təsəvvür edin ki, Leningrad bu günləri ən o sonuncu deməli zərbədən sonra Kamran bəy, deməli gəmilərin vurulmasından sonra o iqtisadi forum Bəli, korvet vurdular orada. Korvet özü deyəsəm Schuster idi adı nəysə, belə bir korveti vurdular, yandırdılar. Bəli. Siz təsəvvür edin ki, yəni o bütün yəqin o videonu milyonlarla insan izləyir. Leningradda yanan obyektlər və orada bunun tədbirinə, iqtisadi tədbirinə qatılan o şokolad kimi oğlanlar, sumkalar, rüqzaqlar çiynində belə baxa-baxa görəsən nə baş verir, hara düşmüş, dəlixanaya gəlmişik, hara gəlmişik, müharibə, təsəvvür edirsiniz. O da çox uğurlu bir plan idi. Və mən sizə deyim ki, iyul ayları, avqusta qədər Rusiyada çox böyük fəlakətlər yaşanacaq. Mən burada nə zirətdinlik eləmək istəmirəm, nə vanqalıq eləmək istəmirəm. Sadəcə məsələ ona doğru gedir. Artıq Rusiya tükənir. Rusiyanın müqavimət imkanları çox tükənir. Generalların yalanları artıq keçmir. Dünənə kimi məruzə eləyirdilər ki, hər şey plan üzrə gedir və bu da çox rahat şəkildə Trump'a yalanlar danışırdılar. Mən bayaqları sizə deyəndə ki, Rubio artıq yəni bu mövzuda danışırsa ki, Rusiyanın yəni heç bir nəyəsə ümid etməyinə yeri yoxdur. Yəni sizin ordunuz 5 ilə ala bilmədiyi ərazini siz qısa bir müddətə necə alacaqsınız? Yalandan özünüzü sakitləşdirirsiniz. Artıq bilirsiniz, yavaş-yavaş halqa daralır Kamran bəy. Mən deyəndə ki, Salavyov kimi bir belə deyək, yalaq, üzr istəyirəm sizdən və tamaşaçılardan durub canlı efirdə deyir ki, məni forumlara ilk dəfədir çağırmırlar. Deməli, vəziyyət kritikdir. Salavyov olaydı, Rusiyanın uğuru olaydı və onu o görüşə çağırmayaydılar. O səhərdən axşama kimi Pavel Zarubinlə bir yerdə Putinin qapısında yatmağa və orada necə deyərlər, gecələməyi, nə bilim, gündüzləməyi özünə rəva bilən şəxslərdən biridir. Artıq vəziyyət kritikdir. Efirlərdə Skabeyevaya baxın, siz Kamran bəy. Skabeyeva artıq deputatlarla, qonaqları ilə açıq dirəşib ki, neujeli мы такие бессильные? Как неужели? Bunlar 5 il bundan, 4 il bundan əvvəl olan vəziyyətlə özlərini sakitləşdirirdilər ki, hər şey plan üzrə gedəcək və qısa bir müddətdə öz hədəflərinə çatacaqlar. Bu günləri Ukrayna strateji hədəflərinə çatır. Strateji hədəf nədir? Rusiyanın o qan damarı olan zavodlar və fabriklər sıradan çıxarılır. Hərbi sənaye kompleksi sıradan çıxarılır. Rusiyanın yanında iki dövlətdir bugün. Yəni Şimali Koreya ilə Çindir. Hələlik Rusiyaya dəstək verən bir də İrandır. Yəni oradan buradan İranın da başı təzədən Trump'ın eksperimentlərinə qarışıb. Görək indi nə baş verəcək orada. Amma orada da vəziyyət yəni ürək açan deyil.